أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. لا حول ولا قوة إلا بالله العلي العظيم. حسبنا الله ونعم الوكيل، نعم المولى ونعم النصير. الحمد والثناء لله رب العالمين، بارئ الخلائق أجمعين، فاطر السماوات والأراضين، والصلاة والسلام على حبيبه وحافظ سره ومبلغ رسالاته سيدنا ونبينا طبيب قلوبنا وشفيع ذنوبنا أبي القاسم مصطفى محمد. اللهم صل على محمد وعلى آله الطيبين الطاهرين المظلومين المكرمين المنتجبين، سيما بقية الله الأعظم أرواحنا لتراب مقدمه الفداء. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من lisani yefqahu qavli. Bu gece Allah'ın izniyle bir mühüm meseleye işarə edəcəyik xutbənin əvvəlində. O hamı üçün maraqlıdır və çox sual olunur. Qur'anı siz başınıza niyə qoyursunuz? Qədir gecəsində mərasim keçirdirik, necə keçirdəcəyik birazdan. Müqəddəs Qur'an-ı Kərimi başımıza qoyacaq. Bir kə ya Allah deyəcəyik. Nə üçün Qur'anı başımıza qoyuruq? Geniş bir mövzudur, çoxlu cavabları var. Mən 5 məsələni qeyd eləmişəm, ən mühümlərdən ki, bu məsələ haqqında anlayış olsun, bu suala cavab olsun. Təbərrükən böyük arif, böyük alim, mərhum Mirzə Cavad Ağay Məliki Təbrizi Rızvanullah Teala aleyh bu barədə buyurur ki, Qur'anı Qədir gecəsində bu cür açırıq, dua oxuyuruq, deyir bunu oxuyuz. Sonra müqəddəs kitabı başımıza qoyuruq, Allahın dörməsina and veririk, bir kə Allah deyirik. Deyir bunu edüz. Qur'anı açız, duasını oxuyuz Qədir gecəsi. Qur'anı başınızın üzərində saxlayız və məqsədüz bu olsun. Nəzər nədir? Nə üçün bunu edirik? Deyir, nəzərüz, məqsədüz bu işdən bu olsun ki, insanın başı ağılın mərkəzidir ki, Qur'anın bərəkəti ilə qüvvələnsin ağlımız. Bu bir. Qur'anın elmləri ilə təkmilləşsin. Məqsəd o demək deyir, bir adam Qur'anı qoya başına, deyə ki, orada olan elmlər, Qur'anda olan elmlər keçsin mənim başıma, əzbər bilim hamısı, xeyr. Yəni, bu iş istəyirik əldə eləyək, hədəfimiz, istəyimiz budur. İkinci məsələ, deyir, Qur'anı ki, başımızın üzərində qərar veririk, İstəyirik bunu çatdıraq ki, ağlımız Qur'anın qarşısında təslim olsun. Qur'an Allahın sözüdür. Qur'an vəhyidir. Ey ağıl, özüvə güvənmə insan ağlı. Qur'anın qarşısında xuzu elə. Təslim ol. Sonra buyurur ki, Qur'anı başımızın üzərində tutmaqla istəyirik ağıl nurumuzu, ağıl özü bir nurdur Allah verib bəndiyə. Ağıl nurumuzu Qur'anın nuru ilə qarışdıraq, ağlımızın nurun Qur'anın nuruna calaşdıraq. Bunu istəyirik eləyək. Və bu cür məsələləri, bu təbərrükən mərhum
Mirzə Cavad Məliki Təbrizdən bunu ərz elədim. Amma nə üçün Quranı başımıza qoyuruq? İndi mühüm məsələlər ki var, onlara işarə edir. Əlbəttə o demək deyir, bu mühüm deyirdi. Bu daha mühüm idi, təbərrükən ərz olundu. Cavabları 1-2 yazmışam. Onu inşallah ərz edeyim huzurunuza. Biz bu mərasimdə ki, Qur'an-ı Kərimi başımızın üzərində saxlayırıq, başımıza qoyuruq. Bunu çatdırır ki, Qur'an Allah dərgahında xüsusi dəyərə, qiymətə, hörmətə malikdir. Şübhə yoxdur bunda. Quran Allahın sözləridir, vəhyidir, səmavi kitabdır, Allah kitabıdır. Bu Qur'an-ı Kərimin Allah yanında xüsusi hörməti, dəyəri var. Və biz oruç tutanlar, Qədir gecəsi ki, Tövbə gecəsidir, pəşimançılıq gecəsidir, qaranlıq keçmişimizdən ki, batil işlərlə məşğul olmuşuq, bir çox günahlar eləmişik, indi gəlmişik bu Qədir gecəsində, istəyirik tövbə edək, Allaha yönələk, Allaha diqqət edək, Qur'anı Allah dərgahında vasitə qərar veririk. Çünki Allah yanında Quran çox əzizdir. Ən loru dildə deyirik ki, bax, gəlmişik Allah, günahkar bəndünəm, keçən ildən bu il Ramazan ayına qədər nə qədər günah eləmişəm. Sənin göndərdiyin bu Qur'an-ı kitabı ki, sənin yanında çox əzizdir, hörmətlidir, qoymuşam başıma ki, məni qəbul eləyəsən, sənin dərgahıva bu Qur'ana xatir yol tapam. Və mənə bu Qur'ana görə diqqət eləyəsən. Birinci məqsədimiz budur. İkinci məsələ. Bu məsələ nə oldu? Bir dəfə bunu təkrar edeyim. Birinci məsələ budur ki, biz günahkarlar, Qədir gecəsi ki, Tövbə gecəsidir, özümüzün üzümüz yoxdur Allah yanında, o qədər günah eləmişik, özümüzə güvənmirik. Allah yanında ki, Qur'anın dəyəri, hörməti çoxdur. Onu qoyuruq başımızın üzərinə. Deyirik, Allah bu Qur'ana xatir dərgahında bizi qəbul elə. Bu Qur'ana xatir günahlarımızı bağışla. Şəfaət eləyirik, təvəssül eləyirik Qur'ana. Allah Rəsulü də buyurur ki, Qur'an şəfaət eləyəndir və şəfaəti də qəbul olunar. İkinci məsələ nədir? Nə üçün Qur'anı başımızın üzərində saxlayırıq? Qədir gecəsi Qur'anın nazil olunduğu gecədir. Allah Qur'anı bizim xoşbəxtçiliyimiz üçün nazil eləyibdir. Biz də bu Allahın bizlər üçün göndərdiyi böyük bu hədiyyəni ehtiramla, izzətlə qoruyuruq, əzizləyirik, başımızın üzərində saxlayırıq. Elan eləyirik, bu Qədir gecəsi ki, Qur'anın nazil olan gecəsidir, Qur'anın nazil olunması xatirinə, xatirəsin və il dönümünü yad eləyirik, əzizləyirik, elan eləyirik ki, Allah sənin göndərdiyin bu Qur'anı o qədər əzizləyirik, başımızın üstündə saxlamışıq. İkinci mənası budur. Üçüncüsü budur ki, biz müsəlmanlar bu işimizlə ki, dəstə cəmi eləyirik, kollektiv olaraq bu işi eləyirik, əslində ciddi and içmə mərasimi keçirdirik. Ola bilsin, bir çoxlarının xəbəri yoxdur. And içirik əslində bu gecə. Qur'anı başımıza alırıq, and içirik. Ki, Peyğəmbərə, Allaha vəfadar olacaq. Əslində Qur'anı başımızın üzərində qərar veririk, and içirik ki, Allah sənə və sənin Peyğəmbərə vəfalı olacaq, sənin yolunda çalışacaq və bu yolda möhkəm olacaq. Nəinki elə bu cür götürək Qur'anı başımızın üzərində saxlayaq, bilməyək, adət kimi bunu eləyək. Yox, bu belə deyil. Əslində ciddi bir and içmə mərasimidir bu. Birinə dedilər ki, bu mehrab sözünün mənası hərb sözündəndir. Hərb yəni müharibə. Dedi ki, belə vaxtı mənə niyə demirdiniz? Mən orada durmazdım.
mənim müharibəli halım yoxdur. İndi ola bilsin kimsə də deyər ki, belə vaxtın mənə desəydiniz, mən bunu eləməzdim. Bəziləri and içmədən qorxuraq. Parantezdə ərz edeyim. Bəziləri məsələn tövbədən qorxurlar. Məsələn gəlmişdilər bir dəfə, mən deyirəm ki, tövbə eləyir. Deyir, yox, tövbə eləmərəm, tövbə pis şeydir. Nəsihət eləyirəm, bir də eləmərəm bu işi. Deyirəm, qardaş, kim dedi tövbə pis şeydir? Allah deyir ki, mən tövbə eləyənləri sevirəm. Yox, tövbənin düşər-düşməzi olur. Görürsünüz nə qədər cəhalətdə yaşayan insanlar var. Yox, tövbə eləmirəm. Əslində özü üçün bir əli yeri saxlayır. Ki bir dəfə də eləyəcəm onu. İstəyirəm eləyəm yenə. Birdən tövbə eləyərəm, yenə də eləyərəm, başıma bir bəla gələr. Çoxu bu prinsiplə, bu düşüncə ilə yaşayır. Çoxu and içməyə pis baxır. Gündə yalandan and içər ha, öz yerində. Amma gəlsin bu məsələn Qur'anı and içmək, deyir yox, əgər sən düzsənsə, nə üçün and içmədən qorxusan? Sən əgər Allah yolunda istəyirsən olasan, Allaha bəndə olasan, Allahdan əhd peyman bağlayırsan, nədən qorxusan? Bunun nəyi pisdir? Hər bir, belə deyək, sahənin and içməsi var. Görürsən, bir çoxları yalandan olsa da prezident seçiləndən sonra əllərin qoyurlar nizamnaməyə, Qur'anın üzərinə and içirlər. Məsələn, əskərlər gedir, bir müddət keçəndən sonra and içmə mərasimi olur. Hər bir yerin, hər bir postun, əskər olaraq deyir ki, mən and içirəm, xəyanət eləməyəcəm vətənə. O adamlar ki, hansı bir posta məqamə yüksəlirlər, sonra yalandan da olsa and içirlər ki, mən vətənə xəyanət eləməyəcəm. Xülasə, biz də Allaha bu gecə Qur'anı başımızın üzərində qoyub and içirik ki, Allah, sənə və Peyğəmbərinə vəfalı olacam və sənin yolunda möhkəm olacam, çox çalışacam. Növbəti məsələ nədir? Növbəti məsələ budur ki, biz bu əməlimizlə, yəni Qur'an-ı Kərimi Qədir gecəsində başımızın üzərində saxlamaqla deyirik ki, biz Qur'anın pənahındayıq. Qur'anın vasitəsilə ruhumuzu paçlayırıq. Batinimizdə olan qaranlıqları, zülmətləri Qur'anın nuru ilə aradan qaldırırıq. Bu əməlimizlə bunu deyirik. Allah, Qur'anı başıma almışam, istəyirəm batinimi, ruhumu paçlayam. Mən Qur'anın pənahındayam. Görsən, ürfüdə birin hərbiyə yola salanda, əskər yola salanda, səfərə ziyarət, həccə yola salanda, görsən, Qur'anın altından keçirdirlər. Hamınız görmüşsünüz bunu. Məsələn, qədimdə bizim bu parantezdə bəzi dərdlərə istəyirəm işarə eləyəm də. Görürsən ki, qız gəlin köçürdü ata evindən. Mütriblik yox idi həmin vaxtda. Orada da bizim müqəddəs dini dəyərlərimiz qorunurdu. Quran gətirirdilər, gəlini Quran altından aparardılar. Orada müqəddəs xeyr-dua verərdilər. Bir ruhani, kəndin seyyidin çağırardılar. Ağbirçəklər dua eləyərdilər. O gəlin, köçən qıza həmin anda nəsihətlər verərdilər ağbirçəklər. Qızım, gedirsən qapıya, məsələn, gəlin köçürsən, bu cür ol, bu cür ol, bu cür elə. Öd nəsihət verərdilər, Quran altından keçirdərdilər, Quranın pənahında. Gəlin də görür, heç olmasa həmin vaxtı Quranı görür ki, bəli, mən gəlin köçəndə Quranın altından keçdim, getdim. Dini toylarda qabaqlar var edindi, bilmirəm. Bəy oğlan toyxanasına girəndə əlində Quranla gedərdi. Yaxşı haldır. İndi yox, indi ad qalıb müsəlman. Toylar olubdu, Avropa sayağı. Xülasə, xristiyanlar kimi, yəhudilər kimi
toy eləyirlər, onların adətlərini icra eləyirlər. Biz Qədir gecəsində Qur'anı başımızın üzərində saxlayıb deyirik, Allah, biz Qur'anın pənahındayıq. Bəli, istəyirik paçlanaq, batinimizi Qur'anla, ruhumuzu Qur'anla paçlayaq. Ona görə Qur'anı başımızın üzərində saxlayırıq. 5-ci və axırıncı məsələ ki, nə üçün Qur'anı bu gecə başımızın üzərində saxlayırıq? O bundan ibarətdir ki, biz Qur'an-ı Kərimi başımızın üzərində qərar verməklə insanın ən uca yeri haradır? Başıdır. Başından da uca Qur'anı qərar verirsə, demək istəyir ki, mənim həyatımda, mənim təfəkkürümdə, mənim cəmiyyətimdə, mənim yaşayışımda Qur'an hakim olmalıdır. Hökumət Qur'an əsasında olmalıdır. Bütün fikirlərimə, bütün həyatıma Qur'an hakim olmalıdır. Əsas da bu məsələdir. Əgər indiyə qədər Qur'anı simvolik olaraq gələndə ayağa qalxmışıq, öpmüşük, uca yerdə qərar vermişük, vəssalam buna kifayətlənmişiksə, deyir bundan sonra yox. Qur'anı kənarda saxlama, öz həyatında qərar ver. Bir çoxlarının həyatında Qur'an yoxdur. Açıq danışırıq da bu gecə. Kim Qur'anın əsasında yaşayır? Kim Qur'anın əsasında yaşamağa çalışır? Çox maraqlı bir haldır. Allah Qur'an-ı Kərimi nazil edib ki, biz onun əsasında, yəni Qur'anın qanunları əsasında yaşayaq, xoşbəxt olaq. Bəşər nə üçün bədbəxtdir, uçuruma gedir, zülmətə, cəhalətə qərq olub? Çünki Qur'anın əsasında yaşamır və yaşamaq da istəmir. Qur'anı qanun olaraq bir çoxları qəbul etmək istəmir. Qur'andır, bəli, hüzur məclislərində oxunsun, qəbr üstündə oxunsun, meyyid üzərində oxunsun. Bəli, öpək, Ramazan ayında oxutduraq, ya oxuyaq, məclislərdə gözəl səslə oxuyaq, vəssalam. Simvolik olaraq bu cür. Hörmətini saxlayaq zahirdə. Amma onun qanunları, insanların əksəriyyəti praktiki olaraq deyirlər ki, bizə lazımdır. Əməldə ya dildə yox. Dildə hamı deyir ki, Qur'ana qurban olum, Qur'anı öpür. Amma həyatında, məsələn, Ramazan ayında oruç tutmaq, Qur'anın qanunudur da, nə qədər insanlar var bizim öz qohum əqrabamızda buna əməl etmirlər. Məsələn, hicab Qur'anın bir qanunudur. Nə qədər insanlar var ki, qadınlar var ki, və yaxud da kişilər var ki, qadınları üçün buna əhəmiyyət vermirlər. Bir çox bu məsələlərdən sadalamaq olar. Ramazan ayında, Qədir gecəsində ki, Qur'an-ı Kərimi başımızın üzərində saxlayırıq, istəyirik deyək ki, həyatımızda Qur'an hakimdir. Fikirlərimizə Qur'an hakimdir. Əqidəmiz, həyatımız Qur'anın əsasında olmalıdır. Qur'anı həyatımızda canlandıraq, yaşayışımızı Qur'anın əsasında quraq. Həyatımıza daxil eləyək Qur'anı. Qur'an elə bir kitabdır ki, bəşər övladı nə qədər inkişaf eləsə də, Qur'an onun bütün sahələrdə, bütün cəhətlərdə tələbatına cavab verir. Çox böyük bir möcüzədir Qur'an. Allah təbarək və təala hər peyğəmbəri ki, peyğəmbərliyə seçir, ona möcüzə verir. Çoxlu möcüzələr. Məsələn, Həzrəti İsa Allahın izni ilə ölünü dirildirdi. Həzrəti Musa Allahın izni ilə əlindəki əsanı atırdı, əjdahaya çevrilirdi böyük ilana. Və bir çox möcüzələr. Allah Rəsulunun da bir çox möcüzələri olubdu. 100-dən artıq möcüzəsi olub Allah Rəsulunun. Kitablar yazır. Əlində xırda daşlar danışıb. Biri dedi, ya Rasulallah, o ağaca deyə bilərsən gəlsin. Ağac kökündə. Allah Rasulü, bəli, Allahın izni ilə ağac hərəkət elədi, gəldi. Bir çox. Hətta biri gəldi, ərz elədi ki, ya Rasulallah, deyirlər İsa ibn Məryəm, Həzrəti İsa ölüləri dirildərdi. Siz də eləyə bilirsiniz. Həzrət əyləşdi, belə baxdı ona.
Dedi, ya Əli, qalx bundan get qəbristanlığa. Hansı qəbri göstərsə, Allahın izni ilə o qəbri sahibini dirildi. Özü durmadı ya. Adam gəldi Həzrət Əli ilə. Həzrət Əmr əleyhissalam Allahın izni ilə köhnə qəbirlərdən qalxızdı insanlar. Nəinki qəbirdən ölünü diriltmək. Allah Rəsulü Qur'anı gətirib, Qur'anın vasitəsilə qəlbləri dirildir. Ən mühümü budur. Ölmüş qəlbləri diriltmək. Peyğəmbərin də çoxlu möcüzələri olub, bəli. Ən böyük möcüzə Qur'an-ı Kərimdir. 124.000 peyğəmbərlərdən əlimizdə olan yeganə möcüzə ki, möcüzəliyin itirməyib, qiyamət gününə qədər möcüzə olaraq qalacaq Qur'an-ı Kərimdir. Həzrət İsa'nın möcüzəsi hanı? Yoxdur. Həzrət Musa'nın möcüzəsi hanı? Yoxdur. Allah Rəsulunun da bir çox möcüzələri. Həzrət Rəsulullah, o peyğəmbərlər həyatda yoxdular dünya aləmində. Möcüzələr də yoxdur. Amma Qur'an fərqli bir məsələdir. 1400 ildən artıqdır, təhəddi eləyir. Təhəddi yəni mübariz tələb eləyir, mübarizəyə. Əgər şübhüz var, inkar eləyirsiniz, təksib eləyirsiniz, Qur'an kimisini gətirirsiniz. Sonra deyir 10 surə gətirirsiniz. Sonra deyir neynə? Bir surə gətirirsiniz, hətta bir-birinizə kömək eləyirsiniz, yığışız bir yerə. Gətirə bilmirlər. Qur'an möcüzədir elmi nöqteyi nəzərdən. Qur'an möcüzədir keçmişdən xəbər verdiyi üçün. Qur'an möcüzədir gələcəklərdən xəbər verdiyi üçün. Qur'an göylərdən, yerlərdən, nədən istəyirsən Qur'an xəbər verir. Və la rətbin və la yabisin illa fi kitabin mubin. İnsan oğlunun, bəşər övladının xoşbəxtliyi üçün nə lazımsa Qur'anda var. İqtisadiyyat var, ictimai qanunlar var, siyasət var, fərdi həyat tərzləri var, əxlaqi dəyərlər, mənəviyyat, xülasə nə lazımdırsa var. Düşmən də ona görə deyir ki, bu Qur'anı müsəlmanlardan alız. Necə alaq? Əllərindən tuta kitabı alaq deyir, yox. Əllərində qalsın, nə qədər öpürlər, oxuyurlar, səsinlə, muğamatla, xülasə əzbərləyirlər, əzbərləsinlər, amma qanunların icra eləməsinlər. Qur'an qanunları hansı cəmiyyətdə tətbiq olunarsa, o cəmiyyət xoşbəxt cəmiyyətdir, o cəmiyyət məğlub edilməz cəmiyyətdir. Salavat. Allahümme salli ala Muhammed və ali Muhammed. Bilirəm yorulmuşsunuz. Bura qədər bu mövzuya kifayət edirəm. Bu gecə çox hüzünlü bir gecədir. Elə bir şəxsiyyət dünyadan gedəcək bu gecə. Elə bir şəxsiyyət dünyadan gedir ki, onun kimisi artıq dünyaya gəlməyəcək və gəlməyibdir. Dünya həsrət çəkəcək Əliyə və çəkir. Dost, düşmən ona həsrət çəkir, onu tərif eləyir. Düşmənlərinin biri deyir ki, ey kaş dünya bütün gücün, qüvvəsin toplayaydı, Əli kimisini gətirəydi. Alimlərdən biri deyir, ey kaş dünya hər əsrdə öz gücün, qüvvəsin toplayaydı, Əli kimi bir bəşər dünyaya gələydi. Amma gəlmir. Həzrət Nəhcül Bəlağədə buyurdu, dedi, vaxt gələcək, məni bir dəfə görməyə həsrət çəkərsiniz. Və bu cürdə oldu. Bir dəfə görməyə həsrət çəkərsiniz. Və belə də oldu, həsrət çəkdilər. Həccac kimilər İraqda Əlinin qədrini bilməyən Küfə əhlinin, Bəsrə əhlinin, xülasə insanların başına elə zülümlər gətirdi, elə oyunlar gətirdi.
Əlini bir dəfə görməyə həsrət çəkdilər, arzu etdilər. Səhih Buxaridən danışacağam. Səhih Buxaridə gəlib, niyə görə Buxaridə? Çünki Buxari Əhl-i Beytin fəzilətində çox az hədis gətiribdi. İmamlardan, İmam Həsən ağadan, Həzrət Zəhradan, bunlardan az hədis gətiribdi. Ona görə də bunlar, filan hədis Buxaridə var. Onda balam, sən Müslimi qəbul etmirsən, Tirmizini qəbul etmirsən, İbn-i Mazəni qəbul etmirsən. Nə oldu sərf eləməyib, başqa yerlərdə hədis olanda deyirsən, yox, Buxaridə yoxdur hədis. Qəribədir. Sən özün deyirsən ki, Sihah-ı Sittə, bu 6 kitabın 6-sı da səhihdir. Nə oldu bəzən sənə sərf eləməyəndə, bilirsən, Səhih Buxari kin küdurətinə görə, təəssübünə görə bəzi hədisləri gətirməyibdi. Deyirsən, Buxaridə yoxdur. İnad əhlidirlər bunlar. Səhih Buxaridə gəlibdi, deyir bir adam İmam Şafiyini gördü, İmam Şafiyi ilə görüşdü. Yəni, Əhl-i Sünnət qardaşlarının 4 imamı var fiqh nöqteyi nəzərdən. Biri də Şafiidir, İmam Şafii, Şafii məzhəbilərin imamı. Deyir bir nəfər İmam Şafiini gördü, ondan görüşdü, soruşdu, dedi, Əli haqqında nə deyirsən? Fikrin nədir? Şafii cavabında dedi, nə deyim bir adam haqqında, bir kişi haqqında ki, onun dostları düşmənlərinin qorxusundan onun fəzilətlərini gizlətdilər. Onun Həzrət Əlinin düşməni. Onun düşmənləri isə kin-küdurətlərindən Əlinin onun fəzilətlərini gizlətdilər. Buna rəğmən onun fəzilətləri şərqi, qərbi bütün dünyanı doldurubdur. Zaman olub ki, Həccac kimilərin dövründə Əli demək cinayət olubdur. Zaman var idi yaxın tarixdə, Suriyada, İraqda uşaqları vəhabilər, İqil düzürdülər, adlarını soruşurdular, Əli, Həsən olan uşaqları, insanları öldürürdülər. Yaxın tarixdə. İndi də onlar yavaş-yavaş istəyirlər hərəkətə keçsinlər, amma Allaha qurban olum, onların baniləri özləri indi çətin vəziyyətdə çabalayırlar. İnşallah tezliklə xoş xəbər eşidək. Xülasə, vaxt var idi, zaman var idi, Əli demək cinayət idi. Amma böyük şəxsiyyətlər də var idi. Qəmbər kimilər Əlinin qulu, xidmətçisi, Kümeyli ibn Ziyad kimilər, dedi Həccac öldürəcəksən öldür, Əli haqdır. Özdə Əli mənə xəbər verib ki, məni kim öldürəcək? Şafii deyir ki, nə deyim Əli haqqında ki, dostları qorxusundan onun fəzilətlərini gizlətdilər, düşmənləri də kin-küdurətdən, düşmənçilikdən onun fəzilətlərini gizlətdilər, amma buna rəğmən yenə də Əlinin fəziləti dünyanı doldurubdur. Mən nə deyə bilərəm onun haqqında? Ömər ibn Əbdüləziz. Ömər ibn Əbdüləziz başqa Ömərdir. Bir var Ömər ikinci xəlifə, Ömər ibn Xəttab. Bir var Ömər ibn Əbdüləziz, bu Bəni Üməyyədən idi. Bəziləri rəhmət oxuyur ona. Deyirlər ki, yaxşı adam olubdur, yaxşı işləri olubdur. Muaviyə və Bəni Üməyyə göstəriş vermişdi ki, cümə namazının xütbələrində Əlini səbb edib lənətləsinlər və söysünlər. Rəsmi olaraq diqqət edin məsələyə. Bəziləri deyir, siz niyə lənət, şiyə həmişə lənət oxuyur da, lənəti yığışdırın da, hələ şiyələr bizə deyir ha, özümüzə. Bu lənətə başlayanlar, bu söyüşə başlayanlar, təhqirə tarixdən heç xəbərim var. Mövla Əlini illər, uzun illər, neçə minbərlərdə, bir minbər, müsəlman dövləti o vaxt böyük olubdu. Hər şəhərdə cümə namazı qınılırdı. Hər şəhərin cümə namazının xütbələrində Əliyə lənət oxunurdu. Bunu Muaviyə eləmişdi və Muaviyyədən sonra olanlar. Ömər ibn Əbdüləzizin atası xətib idi, cümə namazı qılırdı, xütbə oxuyurdu. Deyirdi ki, mən dəfələrlə görmüşdüm ki, atası kimdir? Əbdüləziz. Atam deyir,
Qəşəng xutbə oxuyurdu. Gözəl danışırdı, belə deyək, sərih danışırdı, çaşmadan danışırdı. Gəlib çatırdı o yerə ki, əliyini gərə söyə, lənətliyə, təhqir eləyə, dili topuq vururdu. Çaşırdı, rəngi saralırdı. Bir dəfə, iki dəfə, üç dəfə, neçə dəfə mən bunu gördüm. İndi olurdu, adam da məsələn bizdə də olur, danışsan görürsən ki, dilin topuq vurur, boğazın quruyub, təbii. Bir dəfə, iki dəfə, üç dəfə görür ki, yox, burada nəsə var. Atasından soruşur ki, sən ki, qəşəng xutbəni eləyirsən, danışırsan, gəlib çatırsan Əli ibn Əbi Talibi lənətləməyə, onu söyməyə, dilin topuq vurur. Rəngün saralır, rəngün dəyişilir. Nədir sirri? Baxdı oğluna, dedi ki, sən bunu görmüsən, hiss eləmisən. Əgər cəmaət bunu görsə, Əli ibn Əbi Talibin haqqında mən bilənləri bu cəmaət bilsələr, bizdən heç kəs itaət etməz, hamını Əliyini sevər. Nə deməkdir? Yəni biz cəmaatı aldadırıq, Əliyini İslamın düşməni kimi tanıtdırırıq, Əliyini lənətləyirik, amma həqiqət ki biz özümüz onu bilirik, Əli kim olubdur. Bu cəmaət bilsə bizdən itaət eləməz. Bu bir. İkinci məsələ, Ömər ibn Əbdüləziz deyir, mənim bir ustadım var idi. Ustadım var idi, deyir, biz bir nəfər başqa dostumla ki, onun tələbəsi idik, bir gün Əliyini təhqir elədik, Əliyə lənət oxuduq. Ustadımız deyə əsəbləşdi. Dedi, siz bilirsiniz Əli kimdir. Bu məsələni nə üçün danışıram? Yəni, illər olubdur, İslam camiyyəsində Əliyini lənətləməyi adi hala salmışmışlar Bəni Ümeyyə. Xütbələrdə açıq-aşkar, hökmranlıq bunların əlində olubdur. Xətiblər, ruhaniləri, onlara nökər olanlar, saray mollaları bu cür eləyərmişdir. Uşaqlar da baxırmışlar, görürmüşlər ki, məsələn, filan alimdir də, o boyda cümə namazı qılır və s. Bu işi eləyirsə, indi də o nəcə adamlar var da, filan alimdir də, o qədər savadlı adamdır. Bəli, savadlılar çoxdur, şeytan ən çox savadlısıdır. Şeytan çox savadlıdır. Nə olsun? Hər savadlı adam düz adam deməkdir. Allah bizi bir ləhsə bir anız nəfsimizin ixtiyarına buraxmaz. Çox pis şeydir ha. İnsan bir anda görürsən yolunu azar. Və yolun azandan sonra öz azğınlığına cürbəcür bəraətlər gətirər, qazandırar ki, mən düz yoldayım. Nəysə, deyir, mən ki, iki məsələni müşahidə elədim, söz verdim, haçan bu hakimiyyət, xilafət mənə yetişsə, Əliyə lənət oxumağı qadağan eləyəcəm və elədi də. Bir gün gəldi ki, bu Ömər ibn Əbdüləziz xəlifə oldu. Bəni Ümeyyə, tarixi oxuyun, Bəni Ümeyyə xülafasının içində biri Ömər ibn Əbdüləzizdir. Bir neçə iş eləyib o, tarixdə yaxşı işdir. Bəziləri ona görə deyirlər ki, ona rəhmət oxuyuz. Biri Həzrəti Əliyə lənət eləməyi qadağan eləyib rəsmi surətdə. Yoxsa illər idi, davam eləyirdi. İkinci məsələ ki, yaxşı şeydir, hədisin qadağan olunmasını ləğv elədi. Bilirsiniz də, Peyğəmbərdən sonra xilafəti qəsb eləyənlər dedilər ki, hədis demək, hədis yazmaq qadağandır. 100 il Peyğəmbərə, dinə, şəriətə xəyanət elədilər. Peyğəmbərin hədislərin yazmağı, danışmağı qadağan elədilər. Dedilər ki, həsbuna kitabillah. Allah kitabı bizə yetər. Ömər ibn Əbdüləziz bu qadağanı götürdü. Hədis danışırız, hədis yayız, hədis əzbərlətdiriz. Nə üçün onlar qadağan eləmişdilər? Çünki Peyğəmbər hədisləri onlara sərf eləmirdi. Üçüncü məsələ ki, Ömər ibn Əbdüləziz elədi, fədəki qaytardı Əhl-i Beyti. Həzrət Zəhranın hədiyyə idi Peyğəmbərdən fədək bağı, onu qaytardı. Düz ondan sonra gələn yenə aldı geriyə.
Amma Ömər ibn Əbdüləziz bu işləri elədi. Söhbət Ömər ibn Əbdüləzizdən danışmaq deyil, ha. Söhbət bundadır ki, Əli haqqında bu adamın mövqeyi. Bu adam görür ki, atası lənət oxuyur Əliyə. Neçə vaxtdır Əliyə lənət oxuyanda rəngi saralır, rəngi dəyişilir. Allah Rəsulü buyurur ki, "Ləvlak ma urifəl mu'mininə min ba'di." Ya Əli, əgər sən olmasaydın, məndən sonra möminlər tanınmazdı. Elə də oldu, ha. Allah Rəsulü buyurur ki, "Əvvəlu mən səlla mə'i Əliyyun." Məndən birinci adam ki, namaz qıldı, Əli idi. Allah Rəsulü buyurur ki, əgər göyləri və yeri tərəzinin bir gözündə qərar verəsən, Əlinin imanın tərəzinin digər gözünə qoyasan, Əlinin imanı ağır gələr. Qurban olum ağa sənə. Hansı imana maliksən? Allah Rəsulü buyurur ki, ya Əli, hər kəs mənim ümmətimdən sənlə düşmənçilik etsə, artıq mənim üçün mühüm deyir, maraqlı deyir ki, o Yəhudi kimi öləcək, yoxsa Məsihi kimi, Xristiyan kimi. Yəni, Əli, sənlə düşmənçilik bərabərdir dindən çıxmağa. Salavat mərhəmət elə. Allahümmə salli ala Muhammed və ali Muhammed. Əgər Allah Rəsulü, bunlar yazmışam, bütün bu hədislər ki oxuyuram, sünni qaynaqlarındandır, əhl-i sünnət qardaşların kitablarındandır. Allah Rəsulü buyurur, əgər bütün ağaclar qələm ola, dəryalar cövhər mürəkkəb ola, cinnilər hesablayan, insanlar yazan olsalar, eləyə bilməzdər Əli ibn Əbi Talibin fəzilətlərin hesablayıb yazsınlar. Nə böyük fəzilətləri var ağanın. Allah Rəsulü buyurur, agah oluz. Çox gözəl hədislərdir. Hər kəs Əlini sevsə, mələklər o adam üçün istiğfar edər. Bax, bu gecə sizlər üçün mələklər istiğfar edir. Mələklər deyir ki, ey mənim Rəbbim, ey Allah, bunlar Əlini sevənlərdir, Qədir gecəsi onları bağışla. Mələklər deyir. Allah Rəsulü buyurur ki, ən-nəzəru ilə vəcci Əli ibadə. Əlinin üzünə baxmaq ibadətdir. Başqa bir hədisində Allah Rəsulü buyurur ki, ləvistəməğən nas əla hubbi Əli ibn Əbi Talib. Əgər bütün insanlar Əlini sevsəydi, ləmə xələqəllahun narə. Allah cəhənnəmi yaratmazdı. Əli sevgisi insanı cəhənnəmdən nicat verir. Həzrət Rəsulullah buyurur, zəyyinu məcalisəkum bi zikri Əliyin. Məclislərinizi Əlinin zikri ilə zinətləndirir. Bu gecə Küfədə başqa əhval, hal yaranıb. Elə bir haldır, Küfədə, elə bir Mədinədə Allah Rəsulü rehlət eləyəndə necə matəmə qərq olmuşdu Mədinə. Küfə şəhəri də o cür idi. Küfə şəhərin qəm tutubdu. Qəlbimi matəm tutubdur. Zeynəbin ərşə qalxdı nəvası, qanə qərq oldu məzlum atası. Bu gecə Əlinin övladları bir-bir gəlirlər, atalarının əllərini öpürlər, ayaqlarını öpürlər, başına dolanırlar həzrətin. Deyirlər, atacan, bu nə haldır sən düşübsən? Kaş anamız Fatimə-i Zəhra sağ olaydı, bizə başsağlığı verəydi, təsəlli verəydi. Kaş Mədinədə olaydı, cəddimiz Rəsulullahın kənarında ürək sözümüzü ona deyəydi. Ancaq Mövla bir-bir onları
bağrına basırdı. Onları öpürdü. Deyirdi, balalarım, səbirli olunuz. Mən Peyğəmbərin yanına gedirəm. Mən Anus Fatimənin görüşünə gedirəm. Yuxuda gördüm Allah Rəsulun köynəyinin qolu ilə üzümdən toz sildi. Üzümün tozun sildi. Dedi, Əli, sən nə etməliydinsə etdin. O ki, Allah Rəsulü köynəyinin qolu ilə mənim üzümdən tozu sildi. Mənası budur ki, ruhumdan cismin niqabın çəkdi. Mən gedəsiyəm. Deyir, bu anda başqa bir nəqildə gəlibdi. Elə ki, Həzrət övladlarını öpür, bağrına basır, ağlayır. Burada xüsusi baxdı Hüseynə. Baxdı İmam Hüseyn ağaya. Dedi, ya Əbu Abdillah, əntə şəhid-i hazihil ümmə. Sən bu ümmətin şəhidisən. İmam Hüseyin əleyhissalam bərk ağladı. Həzrət ona dedi ki, yaxın gəl. Yaxın gəl. Yaxın gələndən sonra Həzrət İmam Əli əleyhissalam mübarək əlləri ilə İmam Hüseyin ağanın göz yaşını sildi. Əlin qoydu İmam Hüseyin ağanın sidəsinə. Dedi, ya bu neyyə? Qəd rəbətəllah qəlbəqə bis-səbr. Allah sənin qəlbivə səbir versin. Ham ağlayır. Amma Həzrət bir də eşitdi, gördü ki, biraz uzağıdan ağlamaq səsi gəlir. Qurban olum ədəbə. Zəhra balaları yığılıblar atalar Əlinin huzuruna. Əbülfəzin ədəbinə baxız. Özün gəlib salmır Zəhra balalarının kənarına. Kənarda dayanıb ağlayır. Həzrət soruşdu ki, oğlum Həsən, o ağlayan kimdir, biraz uzaqda ağlayır. Elə qəlbimi kebab eləyir onun ağlamağı. Dil düşüb piçu xəmə, dilbərə axir gecədir. Yandı can, riştəsi can, pərvərə axir gecədir. Əlinin axır gecəsidir ya. Dünya day Əlidən görməyəcək. Az qalır tacını başdan götürə ruhul əmin. Ömrü başa yetişib Heydərə axır gecədir. Eşidəy nalə səsin, şir-i xuda taqəti yox. Səs verə Zeynəbi, biyavərə axır gecədir. Gahi qəş eləyir, gahi açır gözlərini. İstəyir tez-tez Hüseyni görə axır gecədir. Biraz hala gəldi, müxtəsər halə gəlib, itirətinə saldı nəzər. Bağıban baxdı solan güllərə axır gecədir. Quşi Mövlaya uzaqdan yetişib nalə səsi, gördü uzaqdan biri ağlayır. Dözməyib nalə-i hüznavərə axır gecədir. Dedi, kimdir gətirir qəlbimi dərdə, dedilər oğlun Əbbasi açıb, mənzərə axır gecədir. Qıldı fərmayış Həsən, qardaşı zıram eliyün. Çağırın gəlsin onu, məhzərə axır gecədir. Gəldi Əbbas yetişəndə Əli verdi məkan. Diqqət elə burasına, rozən budur ya. Dedi, oğlum Əbülfəzli çağırın yanıma. Gəldi Əbbas yetişəndə Əli verdi məkan, yanında tuturdu. Baxdı sərraf, o gözəl gövhərə axır gecədir. Baxdı Əbülfəzlin o gözəl üzünə. Dedi, oğlum bu gecə yavərə axır gecədir. Əbülfəz atımın axır gecəsidir. Əlini aldı, Əli qoydu Hüseynin əlinə. Dedi, Əbülfəz əlimi vermədə. Əbülfəzin əlini aldı, verdi İmam Hüseyin ağanın əlinə.
Dedi oğlum bu gece yaveri ahır gecədir. Gör Hüseynə nə deyir indi. Dedi Hüseynim, Əbülfəzlimi nökər verirəm. Bu da benim Kərbəla inqilabın Əbülfəz oğlum. Zəbt elə nökər adın dəftərə axır gecədir. Çox müsibət çəkdilər, çox müsibətli oldu. Amma Aşura günündə elə bir hadisələr baş veribdi. Mən istəyirəm Mövlaya bir şey ərz eləyim. Ağa, Mövla, ya Əmir-əl-Müminin. Sən can verəndə övladların yığışmışdı başıma. Biri əlimi öpürdü, biri ayağımı öpürdü. Sən Hüseynin ağlamağına dözə bilmədin. Əlinlə onun göz yaşını sildin. Amma olaydın Kərbəlada Aşura günündə. Sən o əzizin Hüseynin can verəndə bir nəfər olmadı başınızda. Ya Mevla. Esselamu aleyke ya Eba Abdillah. Esselamu aleyke ya Eba Abdillah. Esselamu aleyke ya ibne Resulillah. Esselamu aleyk ya ibne Emiril Müminin ve ibne Seyyidil Vesin. Esselamu aleyke ya ibne Fatime Zehra seyyideti nisa'il alemin. Esselamu aleyke ve alel ervahi alleti حلت بفنائك عليك مني سلام الله أبدا ما بقيت وبقي الليل والنهار